Uşaqlar salam, hər vaxtınız xeyir. Qısa nəzəri məlumat verəcəyəm ədədi və həndəsi orta barədə. Ədədi orta dedikdə nə anlayırıq uşaqlar? Verilən ədədlərin cəmləyirik, düzdür? Və sayına bölürük. Məsələn, bizə desə 8, 9, 12 ədədinin ədəd ortasını tap. Nə edəcəyik? Cəmləri yerik və sayına bölürük. Neçə dənədir? 3 dənə. Sayına bölürüksə, neçə eləsə odur. Məsələn, bizə deyirsə 2, 4, 9, 17, 28 və s. da. Məsəl üçün, olsun bu qədər ədəd, yaxşı. Desə ədəd ortanı tap, nə edəcəyik? 2, 4, 9, 17 və 28. Sayı neçə dənədir? Cəmlədik, sayına bölürük. 1, 2, 3, 4, 5 və salam. Cavab bizə ədəd ortanı verəcək. Bəs yaxşı, həndəsi orta nədir? Məsələn, bizə deyir ki, tutalım ki, 7 və 14 ədədinin həndəsi ortasını tapın. Düzdür? 7 və 14 ədədinin həndəsi ortasını tapın. Qayda belədir uşaqlar. Həndəsi ortada verilən 2 ədədinin hasili, məsələn 7 və 14 deyil, kök adda bunların hasili bizə həndəsi ortanı verəcək. Məsələn, kök adda bu neçə eləyəcək? 8, 2 adda 98 edir, düzdür? Yəni, həndəsi orta budur. Məsələn, birdən 3 dənə ədəd olsa, məsələn, olar 3, 7, 9, məsəl üçün. Deyər, həndəsi ortanı tap. Düzdür? O zaman kök adda 3 vur 7 vur 9. Sayı neçə dənədir bunun? 3 dənə. O zaman dərəcə 3 olacaq. Bax, bunu yaddan çıxartmaq olmaz. Məsələn, bizə deyə bilər ki, 4 vur 8 vur 7 vur 9 vur 6. Bəs sual yaranar ki, burada niyə yazmadıq? Zaten bu məlum məsələdir. 2 dənə ədəddir. Zaten də bu ikinci dərəcədəndir. Bura yazılmır ikinci dərəcə. Bu zaten biz bilirik ki, ikinci dərəcədəndir. O zaman ona görə yazılmadı. Amma 2 dənə ədəddirsə, bura yazılır 2. Zaten kvadrat cüt dərəcə. Ona 2 yazmaya ehtiyac yoxdur. Amma burada 4 dənə ədəddir. Həndəsi ortanı soruşsa, həndəsi orta. Desə həndəsi ortanı tap, nə olacaq? Kök altda 1, 2, 3, 4, 5'dir, düzdür? 5 dənə ədəd var. O zaman 5-ci dərəcədən 4 vur 8 vur 7 vur 9 vur 6. Bu bizə həndəsi ortanı verəcək. Bir də uşaqlar var ən böyük fərq. Yəni bu çox sadədir. Belə deyək ki, məsələn, bizə ədədlər verilir 2, 4, 6, 4, 3, 7. Düzdür? Bizə deyir ki, ən böyük fərqi tap. Ən böyük fərq bizə lazımdır. İndi burada ən böyük fərqi tapmaq üçün bizə hansı ədədlər lazımdır? Ən böyük ədədlə ən kiçik ədəd lazımdır. Düzdür? Ən böyük fərq o zaman nə olacaq? Ən böyük fərq bərabərdir nəyə? Ən böyük ədəd çıx ən kiçik ədəd. Yəni 7 çıx 2. Bizə neçə verəcək? 5. Ən böyük fərq olacaq 5. Məsələn, yazaram ki 9, 7, 16, 21, 3, 8, 1. Bu zaman bizə desə ən böyük fərq neçədir? Uşaqlar, nə edəcəyik? Ən böyük ədəd 21 çıxılsın ən kiçik ədəd. Ən böyük fərqimiz olacaq 20. Belə uşaqlar, növbəti izah harmonik orta və kvadratik ortadan olacaq. Zəhmət olmasa videoları bəyənib, abunə olun və hansı mövzunu istəsəniz şərh bölməsinə qeyd edərsiniz. Bacardığım qədər qısa izahları paylaşacağım.